Rusiya-Ukrayna müharibəsinə Azərbaycan vətəndaşlarının cəlb olunması artıq gizli deyil. Müharibədə bugünə qədər onlarla Azərbaycan vətəndaşının həlak olması barədə məlumatlar var. Soydaşlarımızın hərbi əməliyyatlara cəlb olunmasında müxtəlif qeyri-rəsmi kanallar və sosial şəbəkələr vasitəsilə yayılan elanlar, əlaqələndirici şəxslər mühüm rol oynayır. Telegram platformasında Rusiya Müdafiə Nazirliyinin adından istifadə edilərək cəlbedici şərtlərlə hərbi xidmət təklifləri yerləşdirilir. Yayılan elanlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrinin vətəndaşlarına müqavilə əsasında xidmət təklif olunur. Şərtlər isə kifayət qədər səxavətli görünür. Belə ki, müqavilə bağlanan an muzlu döyüşçüyə dərhal 150 min rubl, təxminən 28 min manata bir dəfəlik ödəniş verilir, aylıq 210 min rubla, təxminən 4 min manata qədər məvacib kəsilir. Bundan başqa, cəmi 6 aylıq xidmətdən sonra Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi vəd edilir. Təklif olunan vəzifələr arasında hücum qrupları, dron operatorları, mina axtaranlar və sürücülər yer alır. Lakin bu vədlərin arxasında dayanan reallıq daha acınacaqlıdır. Son statistikalar göstərir ki, bu yolla cəbhəyə gedən Azərbaycanlılar ən qaynar nöqtələrə göndərilir və onların arasında ölüm halları olduqca yüksəkdir. Məsələnin ən ciddi tərəfi isə hüquqi məsuliyyətdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə vətəndaşlarımızın xarici ölkələrin hərbi birləşmələrində, münaqişə zonalarında muzlu və ya könüllü qismində iştirakı ağır cinayət hesab olunur. Bu əməllərə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Ekspertlər vətəndaşları bu cür maddi vədlərə aldanmamağa, həm həyatlarını, həm də hüquqi gələcəklərini riskə atmamağa çağırırlar. Sosial şəbəkələrdə rast gəlinən bu növ elanlar əslində bir çox hallarda geri dönüşü olmayan ölüm biletidir.